Vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bu gün sizə növbəti təqdim edəcəyim mənzil yerləşir Səbaha rayonunda Badamlar qəsbəsində Gəlinqay restoranı yaxınlığında yerləşən 18 mərtəbəli binanın 4-cü mərtəbəsində mənzilimizin ümumi sahəsi 100 kvadrat metrdir. 3 otağa düzəlmə mənzildir. Bura mənzilimizin əsas olan giriş hissəsidir. Girişdən sağda mənzilin qardırov hissəsi yerləşir. Bütün qiraat mərmərləri istipollar təhciz olunub. Mənzilimizin 1-ci yataq otağı, 2-ci yataq otağı və qonaq otağı yerləşir. Keçən qonaq otağı ilə sizlər yaxından tanış edim. Pol hissəsi bambuq parketdir. Təmir keyfiyyətli şəkildə görülüb. Qonaq otağının baş hissəsində mənzilin mətbəx hissəsi yerləşir. Mətbəx ilə zal sürgülü şüşə ilə ayrılır. Mətbəx mebeli, çölə birbaşa pəncərəsi var. Bütün mebel və texniki avadanlıqlarla təhciz olunub. Keçən mənzilin digər otaqları ilə sizə yaxından tanış edim. Mənzilin qarşısı açıqdır, dəniz mənzərəlidir. Burada mənzilin birinci olan yataq otağı yerləşir. Ölçüsü kifayət qədər yaxşıdır. Buranın qarşısında özünə məxsus eyvan hissəsi var. Eyvan cam balkonla təhciz olunub. Baxır, dəniz istiqamətində şkaflar quraşdırılıb. Və sonda sizə mənzilin ikinci olan yataq otağını təqdim edirəm. Mənzilimizin ikinci olan yataq otağı. Buranın da ölçüsü kifayət qədər yaxşıdır. Buradan da eyni eyvana çıxış mövcuddur. Sanuzə hissəsi duş kabini quraşdırılıb, bütün aksesuarlar yığılıb və sonda qardırov hissəni təqdim edirəm. Qardırov hissə mənzilimizin ümumi sahəsi 100 kvadrat metrdir. Qanuni 2 otaqlı mənzildir. 2 otaqdan 3 otağa düzəldilib. Binada sənəd kupçadır. Mənzil kim olsa buyurub əlaqə saxlaya bilər. Mənzil istənilən bağış keçirmək mümkündür. Diqqətini təşəkkür edirik.